İndi bir video baxdım da bizim Milli Akademiyamızın sədri İsa Həbibəyli hansısa bir xarici vətəndaşa nəsə bir əlyazma göstərir. Mən elə başa düşdüm burada qısa bir videodur. Həmən əlyazma təxmini olaraq 14-cü əsrin əlyazmasıdır və həmən o xariciyə, yəni İsa bəy, İsa müəllim o əlyazmanı təqdim edir. Baxdım, bir tərəfdən məni gülmək tutdu, bir tərəfdən ağlamaq. Gülmək ki, yəni baxanda ümumiyyətlə bu səhnəyə mənim köhnə fransız kinoların, komik kinolarından olan səhnələr yadıma düşdü. Əsasən də o Louis de Funès, nə bilim Gérard Depardieu kimi bir aktyorlar iştirak etdiyi kinolardan. Ağlamalı isə budur ki, yəni bizim Milli Akademiyamızın sədri, yəni elementar şeyləri bilmir ki, məsələn əlyazmalarla necə rəftar eləmək lazımdır da. Yəni dedim bəlkə bir danışım biraz bu barədə, bəlkə qabağına çıxar, oxuyar, gələn dəfə həmən o əlyazmalarla rəftar edəndə, yəni bu cür səhvlərə yol verməz. Çünki həmən o əlyazmalar onun şəxsi malı deyil, o bizim xalqımızındır. Başa düşürsüz, bizim millətimizin sərvətidir o. Yəni o cür əlyazma ilə rəftar eləmək olmaz. Bu bir cinayətdir. Əlyazmalarla rəftar etməkdən qabaq əllər mütləq yuyulmalıdır, quru olmalıdır. Yəni əldə heç bir üzük, saat, pəncəyin uzunluq şeyləri olmamalıdır. Yəni əldən başqa heç nə əlyazma ilə təmasda olmamalıdır. Yəni əlyazmanı belə vəziyyətdə tutub o yolda dovşan satırlar, qulaqlarından tutub belə sirkələyirlər. O həmin o vəziyyətdə əlyazmanı tutub belə sirkələmək olmaz. Əlyazmanı qoymaq lazımdır nəyinsə hansısa bir örtülüyün üstünə. Onun cilit deyirlər də, yəni cildinə zərər dəyməmək şərti ilə çox asta yuxarı küncündən bir, yəni vərəqləmək lazımdır. Yəni görünür ki, bu barədə İsa bəyin heç bir məlumatı yoxdur. İndi isə buyurun baxın həmən o video. Buyurun özünüz qiymət verin. Qəlbdən qəlbə. 14. əsrə İbn Nizam'ın vəfatından sonra ilk bize gəlib satan ayrı oldu. Primo manoscritto che ci è arrivato dopo la morte di İçerisinde Yavaş yavaş oğullar var. içinde böyle minatürler var bak. 14. əsr. İçinde 44 tane 44 minatür var. Bunu yeni stacak masaya koyuyor. Ben. Böyle kitaplar burada bir 100'den çok minatürlü olan kitap 100'den çok. Ezman. Biz de ben bir gün tavsiyedim. Bizim komutan da aktarıcı var. İtalya ile bağlıyız var. Vatikan'la bağlı ne var bizde? Biz onu attık. İşte teknoloji.